Bismillah. Sarı. İyi, elə kəskindir ki, baxın. Keşke burada olub bunu iyi hiss edərdiniz. Assalamu aleykum əziz Barqa Çayzəmin izləyiciləri. Deməli, sarıkök üyütmə prosesini sizə göstərəcəm inşallah. Birinci belə sağ sarıkökləri sındırırıq. Belə hala getiririk ki, mikrovolnovkadan rahat keçsin. Gördüğünüz gibi bu proses çok ağır prosestir. Bir saatdir bu kadar elə sındıra bilmişəm. Baxın. Şimdi sonraki prosesləri göstereceğim. Bu da sonuncu. Elhamdülillah bitti. Bugünkü işimiz. Deməli, həqiqətən çox ağırlı işdi. Biləyim ağrıtdı. Deməli, bunu biz də başqaları kimi alıb sata bilərdik. Sadəcə sizin güvəninizi doğrultmaq üçün özümüz məcbur belə edirik ki, siz gəlib bizə etibar etdiyinizə görə etibarınızı, güvəninizi yanıltmayaq. Deməli, gəldik sonraki prosesə. Həmin o sarıkökün dənələrini əzdik, sındırdıq daha doğrusu. İndi kofemorkaya atırıq. Yəni əsas məqsəd bunu bilənlər bilir ki, daş kimi olur. Bunu atsaq, bizdə balacadır bu kofemorka, bu sınar. Ona görə sındırıb atdıq. Aha. Bunu deməli hamısını tök. Hamını. Aha. Tökdük. Ağzını bağlayırıq. Möhkəm tut bunu. Bismillah. Bir dəqiqəyə qoyuruq ayarlarından. Hazırdır. Şimdi açırıq. Bismillah. Görək nə göstərir. Bismillah. Sarı. İyi, elə kəskindir ki, baxın. Keşke burada olub bunu iyi hiss edərdiniz. Tərtəmiz. İstəyən olsa maraqlansın, çatdırılma da edirik. Qiyməti isə kilosu 23 manata. Sonra həmin sarıkökü belə paçkalayırıq. Baxın, balaca paçkalarda 2 manat 30 qəpiyə 100 qramlıq, nə bilim 2.50-yə, 1.50-yə belə paçkalara satırıq. İstəyən olsa çubuqlarını da satırıq. Baxın, çubuqları da var. Bunları da satırıq. Bunun kilosu, sağının kilosu 21 manatdır. Gəlin alın.